Amerika Birləşmiş Ştatlarının New York şəhərində Amerika-Azərbaycan Gənclər İdman Assosiasiyasının və Azərbaycan-New York Assosiasiyası təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 107 illiyi münasibəti ilə böyük tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Azərbaycan himnini oxuyublar. Tədbiri giriş sözü ilə açan Amerika-Azərbaycan Gənclər İdman Assosiasiyasının prezidenti Elgün Xanoğlanlı bu tədbirin daha da geniş rezonans doğurması üçün ABŞ-da yaşayan bütün həmyerlilərimizi məlumatlandırdıqlarını qeyd edib. Elgün Xanoğlanlı qeyd edib ki, bu tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılması, diaspor üzvləri arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Eyni zamanda bu tədbirlər vasitəsilə Azərbaycan-ABŞ münasibətlərinin inkişafına da töhfə verilir. Bu tədbir artıq bir ənənə halına gəlib. Hər il ABŞ-da yaşayan həmyerlilərimiz və Türkiyə vətəndaşları birlikdə bu bayramı böyük coşqu ilə qeyd edirlər. Hər kəsi çox sağ olun, bugün bura əziyyət çəkib. Siz Bakıdan gəlmişsiniz qardaş, çox sağ olun, əziyyət çəkib gəlmişsiniz. Bugün bizi belə işıqlandırırsınız. Hər kimlər ki, burada əziyyət çəkib, hər kəsi təşəkkür edirəm. Biz Amerika-Azərbaycan Gənclər Təşkilatı olaraq bugün bu tədbiri 28 may müstəqillik günümüzün belə bir gözəl piknik şəklində qeyd edirik. Bu bizim artıq ənənəvi tədbirlərimizdir. Bu bizim birinci yox, bir neçənci tədbirimizdir. Amerika-Azərbaycan Gənclər Təşkilatı olaraq bu artıq bizim ikinci tədbirimizdir, böyük tədbirimizdir. Bundan əvvəl biz 20 yanvar tədbiri keçmişik. Bundan əvvəl biz Novruz tədbiri keçmişik. Artıq biz New Yorkda bir özümüzü göstərməyə başlamışıq. Gənclər olaraq artıq New Yorkda hər kəs bilir ki, Amerika-Azərbaycan Gənclər Təşkilatı var və bu təşkilatda gənclərin əziyyəti çoxdur. Gördüyünüz kimi böyük təşkilatçılığı gənclər eləyir. Hamı güc birlikdədir, gücümüzün sahəsindədir. Biz 44 günlük müharibədən sonra da öz gücümüzü göstəririk dünyanın hər yerində. Bu bizim gücümüzün, birliyimizin simvoludur. Sağ olsun, yaşasın Azərbaycan, yaşasın xalqımız. Qarabağ Azərbaycandır. Sağ olun. Tədbirdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfər edən İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri, Öndər TV-nin rəhbəri Ramil Əliyev və Demokrat.az internet xəbər portalının baş redaktoru Vasif Həsənli ABŞ-da yaşayan həmyerlilərimizi 28 may Respublika günü münasibəti ilə təbrik ediblər. Hörmətli Azərbaycan xalqı, hörmətli izləyicilərimiz, Öndər TV izləyiciləri, biz Amerika Birləşmiş Ştatlarının New York şəhərindəyik. Bildiyimiz kimi may ayıdır, 28 may Respublika günü bütün Azərbaycanda və Azərbaycan kənarında yaşayan Azərbaycanlılar qeyd edirlər və biz 28 mayı hər zaman qürurla, fəxarətlə, sevgi ilə və münasibətlə qeyd edirik. Bu günlərdə biz Amerika Birləşmiş Ştatlarına səfərdəyik. Demokrat saytının baş redaktoru Vasif Həsənli ilə və bizim dəyərli ziyalımız Eldar Heydərova bu gün də bizi Amerika-Azərbaycan Gənclər Assosiasiyasının prezidenti Elgün Xanoğlanlı dəvət edib bu tədbirə və burada Amerikada yaşayan Azərbaycanlılar möhtəşəm Respublika gününü qeyd edirlər. Burada bildiyimiz ki, bazar günüdür və istirahət günündə bunlar ölkədən kənarda piknik keçirdilər və burada Azərbaycanın 28 may gününü çox möhtəşəm qeyd edirlər və qürur vericidir ki, ölkə hüdudlarından kənarda Azərbaycanlılar belə bir bayramlarımızı, bizim milli bayramlarımızı qeyd eləməkləri bizim Azərbaycan xalqına qürur verir və 44 günlük vətən müharibəsindən sonra Azərbaycan xalqı böyük bir qəhrəmanlıq göstərdi. Ali Baş Komandan cənab İlham Əliyevin apardığı böyük bir siyasətin nəticəsində biz 44 günlük müharibədən sonra Qarabağı azad etdik və Qarabağın azadlığını yaşadıq. Burada şəhidlərimizin böyük bir unudulmaz izləri var. Allah ruhlarını şad eləsin, qazilərimizə can sağlığı versin, xalqımız, millətimiz var olsun və hər zaman tarixdə yaşayan Azərbaycanlıları belə abu-havada görmək, belə əhval-ruhiyyədə görmək insana qürur verir və hesab edirəm ki, bundan sonra Azərbaycan daha da böyük uğurlu bir siyasətin nəticəsində, birlik, bərabərlik nəticəsində daha da uğurlu bir gələcəyə aparacaq bizi bu yol. Ona görə bir daha xalqımızı təbrik edirik və Amerikada yaşayan Azərbaycanlıları belə bərabərlik, birlik içərisində görməyimiz bizə qürur verir və bizim müəyyən
müsahiblərimiz qeyd etdilər ki, burada təkcə Azərbaycan vətəndaşları deyil, Türkiyədən olan, müxtəlif ölkələrdən olan onların qonaqları var və belə bayramlarda qonaqları dəvət edir. Bizim milli bayramımızı təbliğ eləməyin özü bir qürur vericidir və siz kadrlarda görəcəksiniz ki, burada körpə uşaqlar Azərbaycan bayrağı ilə bu piknikdə müşahidə edilir və qürur vericidir ki, biz sərki bayrağımızı ölkə hüquqlarından Respublika günündə dalğalanmağı bizə qürur verir. İnşallah gələcəkdə daha da geniş şəkildə belə tədbirləri keçirilib Azərbaycanı təbliğ etmək hər bir vətəndaşımızın borcudur. Sağ olun, var olun, bir daha bayramımızı təbrik edirik. Minnətdarım. Bizim növbəti həm müsahibimiz, həmkarımız Azərbaycan mediasında hər zaman öz qələmi ilə və əməli ilə tanınan Vasif Həsənlidir. Vasif Həsənli də istəyərdim ki, Amerika səfəri ilə bağlı öz fikirlərini və Respublika günü münasibəti ilə keçirilən bu tədbirdə 200-ə yaxın Azərbaycanlı, Amerikada yaşayan Azərbaycanlı iştirak edir və mediamızın 150-ci il dönümünü Azərbaycan qeyd edir və Vasif də öz fikirlərini bölüşərdi bizim redakşiyamızda. Çox sağ olun, Rahman. Doğrudan da bir neçə gündür biz New-Yorkda səfərdəyik. Bizim indiyə qədər bir neçə görüşlərimiz olub və mənim ən maraqlı görüşlərdən biri bu oldu ki, biz gəldik, burada yaşayan soydaşlarımızla görüşdük və burada 100-ə yaxın soydaşımızın necə həmrəy olmalı, bir yerdə gəlib bu hafta sonu İsrail günü bir yerdə qeyd eləməkləri və onların burada millilikləri, Azərbaycana aid burada bir səfərdən də mənaxonsa Azərbaycanı təmsil eləməyi doğrudan da bir qürur verici oldu. Onlar burada Azərbaycanı layıqlıqla təbliğ edirlər. Burada başqa millətlərdən də var, xalqlardan var. Amma Azərbaycanların burada belə fəal iştirak eləməyi doğrudan da qürur vericidir. Fürsətdən istifadə edib. Burada münasibətinə burada yaşayan qardaşlarımızı təbrik edirəm. Bayramlar mübarək oldu və bugün bizim ən qürur verici bizim üçün oldu ki, bugün artıq Azərbaycan qalib dövlətdir. Cənab Prezident Ali Baş Komanda 2020-ci ildə onun Ali Baş Komandamızı ilə biz 30 ildən sonra doğma torpaqlarımızı azad elədik işğaldan və bugün biz qalib dövlətik və bu günləri biz xalq olaraq da özümüz qalib hiss edirik və bugün də burada biz bunu hiss edirik. Mən bir daha təbrik edirəm, səni də təbrik edirəm 28 may münasibətilə. Amerika səfəri zamanı New York şəhərində 28 may Respublika günü münasibəti ilə keçirilən tədbirə dəvət alınıb və Amerikada Azərbaycanı layiqlicə təmsil edən vətəndaşlarımızı gördük. Qürur verici 28 may Respublika günü münasibəti ilə Azərbaycanlıların bir yerə toplaşmaları və Respublika günü qeyd eləməyi qürur vericidir. Amerikada yaşayan bir Azərbaycan vətəndaşı Eldar Heydərov, ziyalımız Eldar müəllimlə biz bugün həm söhbət olduq və istəyirik ki, Eldar müəllim özü də Azərbaycanla bağlı, Azərbaycanın uğurları ilə bağlı, Respublika günü ilə bağlı öz fikirlərini bölüşsün. Nə deyə bilərsin Azərbaycanla? Deməli, Azərbaycan bildiyimiz kimi şərqdə ilk demokratik ölkə kimi tanınan ilk ölkədir və bu zaman tarix boyu bizdə hansı əzabların, əziyyətlərin nəticəsində əmələ gəldiyini bilirik və son 20-ci ildə də biz bütöv Azərbaycan şəklində 20-ci ildən başlayaraq bu bayramı qeyd edirik. Bu günləri yenidən bu bütöv Azərbaycan şəklində bizə qeyd etmək şərəfini verən şəxslərin hər birinə minnətdarlıq edirik və şəhidlərimiz qarşısında baş əyirik. Yaşasın Azərbaycan. Böyük bayram. Azərbaycan Qafqazda ilk parlament respublikası. Qafqazda Müslüman şərqində. Qafqazda ən böyük, ən demokratik, ən güclü respublikası. Səməd bəy Mehmandarov, Məhəmməd Əli Rəsulzadə, Əlimərdan Qurçubaşı bizə dövlət qoydular. Azərbaycan bayrağı həmişə, Azərbaycan yolu həmişə nurlu olsun. Azərbaycan bayrağı həmişə yüksək olsun, uca olsun. Çünki Azərbaycan bayrağımız bizim canımız, bizim ürəyimiz, bizim tariximiz. Eşq olsun qəhrəman Azərbaycana. Biz Amerikada, Amerikalı Azərbaycan Gəncləri İdman Təşkilatında çalışırıq, fəaliyyət göstəririk. Bugünkü tədbir də
keçən ildən başlamışıq bu tədbirə. Gördüyünüz kimi, yəni təbiətdə Azərbaycanlıları yaşından, vəzifəsindən, işindən, gücündən fərqi asılı olmayaraq hamını toplayırıq ki, Azərbaycanlıların bir yerə toplaşmaq adına bir tədbirimiz olsun. Artıq 2-ci ildir biz bu tədbiri həyata keçiririk. Elgün bəydir və Elgün bəy bizim təşkilatın sədridir və bu təşkilatda daha çox bizdə idmançı qardaşlarımız, idmançılar yəni toplanıblar belə deyək. Tədbir gördüyümüz kimi, yəni bir rəsmi tədbir olmasa da əsas piknik xarakterli bir tədbir daşıyır, amma məqsədimiz Azərbaycanlıları bir yerə toplamaqdır, yığışmaqdır, yəni bir-birimizi tanımaqdır. Azərbaycan özündən fərqli olaraq, məsəl üçün burada olan insanların əksəriyyəti nə qohumdur, nə qonşudur, nə qardaşdır. Amma məcburuq ki, yəni xarici olduğumuza görə tanımadığımız insanlarla bir araya gəlirik ki, həm möhkəm olmaq, həm bir yerdə birlik yaradaq. Yəni möhkəmliyimiz də birliyimizdən gəlməlidir. Azərbaycanı yəni bacardığımız qədər də təmsil etməyə çalışırıq. Böyük seçimimiz yoxdur. Böyük seçimimiz yoxdur. Çünki əlimizdə, yəni ətrafımızda olan insanları, tanıdığımız Azərbaycanlıları toplayırıq. Bunlarla iş görəndə onlarla iş görürük. Birimizə dəstək dururuq. Baxmayaraq ki, dediyim kimi, nə qohum deyilik, nə dost deyilik, nə qonşu deyilik. Amma ki, bir-birimizi tanımasaq da qərib ölkədə olduğumuz üçün, xaricdə olduğumuz üçün məcburuq ki, bir-birimizə dəstək olaq. Çünki başqa dəstəyimiz yox, başqa köməyimiz yox. Ona görə xaricdə yaşayanlar bunu daha yaxşı başa düşürlər. Vətəndə yaşayanlar ətrafdakı insanlardan faydalana bilirlər, amma xaricdə yaşayan Azərbaycanlar tanımadıq Azərbaycanlardan məcbur olurlar, möhtac olurlar. Bizim də bura toplaşmamız məsələ bu birliyimizi, dirliyimizi saxlamaqdır. Azərbaycandan gətirilən kitablar və bayraqlar həmyerlilərimizə təqdim edilib. İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri, Öndər TV-nin rəhbəri Ramil Əliyev şəhid mayor Vüsal Vəliyevin həyatından bəhs edən Qisas 44 adlı kitabı Amerika Azərbaycan Gənclər İdman Assosiasiyasının prezidenti Elgün Xanoğluya təqdim edib. Bir də igid, qoçaq, diplomat, bilikli, cəsarətli prezidentimiz dünyaya yaydı. İndi Azərbaycanı hamı tanıyır, hamı soruşur, hamı istəyir Azərbaycana gəlsin. İndi o qədər qürurluyam ki, ona görə qürurluyam ki, indi bura gələndə Amerikaya mən sizin bayramınızın təbriki üçün Bakıdan gəlmişəm bura. Gəlmişəm yenə də hər il sizinlə birlikdə keçirirdik, yenə də sizinlə birlikdə olaq, bu bayramı keçirək. Ancaq bu bayram xüsusi bayramdır, qürurlu bayramdır. Ürəklərimizi dağa döndərən bayramdır. Çünki biz qalib xalqıq, qalib millətin, qalib evladı kimi sizlərin huzuruna gəlmişəm ki, bayramınız mübarək olsun. Tədbirə verdikləri önəmə görə İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev burada Azərbaycanın belə bir müqəddəs, belə bir gözəl bayramımızı qeyd eləməyinizlə münasibətilə sizi təbrik edirəm, təşəkkür edirəm, minnətdaram. Bir kələ yüksələn bayraq bir daha yerə enməz. Bu bayrağımız daimi dalğalanır. 44 günlük vətən müharibəsində biz 200 illik bizə olunan haqsızlığı, bizə olunan ədalətsizliyi bərpa etdik. Başda Ali Baş Komandanımız cənab İlham Əliyevin olmağı ilə xalqımızın birliyi və müqəddəs ant yerimiz olan şəhidlərimiz, qazilərimiz heç bir zaman unudulmayacaq. Biz də Azərbaycan vətəndaşı olaraq, Öndər TV olaraq bu günə qədər 150-dən artıq şəhid haqqında film hazırlamışıq, qazilər haqqında film hazırlamışıq və bundan sonra da bu yolda addımlayacağıq. Çünki biz bir xalq olaraq, millət olaraq dünyaya sülhü bərqərar etdik. Türk milləti olaraq, Türk xalqı olaraq, biz Azərbaycan milləti olaraq, Azərbaycan çırığımızı dünyaya sübut etdik ki, biz sülh istəyirik. Biz dünyada sülhün bərqərar olmağını istəyirik. Və bu gün qitənin bu tayında Amerika Birləşmiş Ştatlarına ilk dəfə səfər edirəm və qürur duyuram ki, Elgün kimi qardaşımız və buradakı bacılarımız, qardaşlarımızın belə bir tədbir təşkil edib, belə təbiətin qoynunda belə bir tədbir təşkil etməyin özü də bir qürur verici haldır. Çünki biz hər zaman
birliyin, bərabərliyin rəmzi olan millətik. Təşəkkür edirəm, var olasınız, verdiyiniz dəyərə görə də çox sağ olun. Və Demokrat.az internet xəbər portalının baş redaktoru Vasif Həsənli və Eldar Heydarov Amerika-Azərbaycan Gənclər İdman Assosiasiyası tərəfindən mükafatlandırılıblar. Gülya xanım, əziyyəti böyüdü bizim təşkilatda, əziyyət çəkib buyursun. Gəlsin.